أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم الحمد لله رب العالمين والصلاة والسلام على رسولنا وحبيبنا وحبيب إله العالمين الذي سمي في السماء بأحمد وفي الأرضين بأبي القاسم المصطفى محمد صلى الله عليه وآله وسلم وعلى علي أمير المؤمنين وعلى فاطمة الزهراء سيدة نساء العالمين وعلى الحسن والحسين سيدي شباب أهل الجنة وعلى علي بن الحسين وعلى محمد بن علي وعلى جعفر بن محمد وعلى موسى بن جعفر وعلى علي بن موسى وعلى محمد بن علي وعلى علي بن محمد وعلى الحسن بن علي العسكري وعلى المهدي المنتظر صاحب الزمان عجل الله تعالى فرجه الشريف باللعن الدائم على أعدائهم أجمعين من الآن إلى يوم الدين. أما بعد عباد الله أوصيكم ونفسي بتقوى الله وإدامة التفكر والنظم أمركم. بسم الله الرحمن الرحيم والعصر إن الإنسان لفي خسر إلا الذين آمنوا وعملوا الصالحات وتواصوا بالحق وتواصوا بالصبر. صدق الله العلي العظيم. Allah bendeleri. Əvvəl özümüz, sonra sizlər ilahi təqvaya, ilahi nizam intizama, Allah bəyənən şəkildə düşünüb, Allah bəyənən şəkildə əməl etməyə dəvət və vəsiyyət edirəm. Allah bizi təqvalı bəndələrdən qərar versin inşallah. Allah zamanı imamının zuhuru ilə dünyamızı abadlaşdırsın. Allah dünyamıza, ölkəmizə abadlığı ehsan eləsin inşallah. Əmin-əmanlığı ehsan eləsin inşallah. Bayaq ərz elədiyim kimi Allah Resulü sallallahu aleyhi ve sellemin mevlud günləridir. Allah bütün İslam ümmətinə mübarək qərar versin inşallah. Peyğəmbərimiz barəsində Quran-ı Kərimdən bəzi ayələri bayaq oxuduq. Birini də indi oxuyuram inşallah. Bir neçəsində Peyğəmbərimizi tanımalıyıq və həyatından dediyim cəhətdən istifadə eləməliyik. Müteal Allah Şura surəsi 15-ci ayədə buyurur. Ayələrin yerini deyirəm. Dikkat edin. Şura 15. Euzu billah felizalike fed'u vastaqim kema umirt ve la tettabi ahvaahum ve kul amantu bima enzelallah min kitabin ve umirtu li a'dila beynekum Allahu rabbuna ve rabbukum lana a'maluna ve lekum a'malukum la huccete beynena ve beynekum Allahu yecma'u beynena ve ileyhil mesir. Sadakallahul aliyyul azim. Ayənin tərcüməsi budur. Qarşıda peyğəmbərlərin başına gələn hadisələri danışır. Müteal Allah keçmiş ümmətlərdə olan peyğəmbərlərlə ümmətlərin arasında olan müşküllərə, bizim müasir dildə desək, hacı problemlərə Allah Teala qabaqda sayır. Sonra buyurur, fəlizalikə, buna görə də, ya peyğəmbər, o problemlərlə üzləşməmək üçün dəvət et. Peyğəmbərimiz daidir, dəvət edəndir. Dəvət et. Vastaqim kəma umirt. Və sənə əmr olunduğu kimi möhkəm ol, istiqamət götür. Onların nəfsindən gələn istəklərə uyma və de, mən Allahın nazil etdiyi hər bir kitaba iman gətirmişəm və mənə aranızda ədalətlə hökm etmək əmr olundu. Allah bizim də sizin də Rəbbinizdir. Bizim əməllərimiz bizim, sizin əməlləriniz sizə aiddir. Bizimlə sizin aranızda mübahisəyə ehtiyac yoxdur. Allah hamımızı qiyamətdə bir yerə toplayacaq və dönüş də ona tərəfdir. Ayə. Birinci Allah Teala Peyğəmbərə buyurur, fəd'u, dəvət elə. Dəvət elə, çünki sən dəvət edənsən. Burada demir nəyə dəvət elə. Amma başqa ayədə, Nəhl surəsi 125-ci ayədə Allah Teala buyurur, ud'u ila səbilə rabbikə bil hikməti vəl mu'izzətil həsənə. Dəvət elə Allahın yoluna, öz Rəbbin yoluna, gözəl muizələrlə və hikmətlə. Allah yoluna dəvət elə. Birinci bu. Peyğəmbərə əmr olunan bizə də əmrdir. İnsan həyatında mühüm nöqtələrdən biri daim Allah yoluna dəvətdir.
İkinci dəvət, Allah burada deyir dəvət elə, dedim Nəhl 125-də belə buyurur, Ənfal 24-də görün nəyə dəvət elə. Allah Teala buyurur, Ya əyyuhəl-ləzinə amenu istəcibu lillah və lirrasul izə dəakum lima yuhyikum. Ənfal 24-də buyurur, ey iman gətirənlər, Allahın və Rəsulunun sizi əbədi həyata dəvətin qəbul eləyin. Peyğəmbər bizi ölməməyə çağırır, əbədiləşməyə çağırır, mənəvi həyata çağırır. Peyğəmbər sallallahu aleyhi ve sellem bizim üçün ülgü olduğu üçün bu bir dənə müsəlman vəzifəsidir, dəvət, düz yola dəvət. Çünki əks təbliğat daimi olduğu kimi düz yola da təbliğat daimi olmalıdır. Mənə diqqət elə. Peyğəmbər dəvətdən yorulmadı, qardaşım. Bir nəfəri də gördü, dəvət elədi. Peyğəmbərin hədislərinə baxırsan, Həzrəti Əbu Zərə nəsihətləri, Məaza nəsihətləri, bir nəfəri də, iki cür həkim var da bu günləri. Peyğəmbər mənəvi həkimdir, qəlblərin təbibidir, xütbədə oxuyuruq. Həkimlər iki cürdür. Biri oturub xəstəxanada, daim gözləyir ki, xəstə gəlsin. Amma bir dənə də daha faydalı həkim var, evlərə də gedir bir xəstə üçün. Allah Rəsulu belə bir qəlb həkimi idi. Həm məsciddə cəmaat üçün dəvət edirdi, həm də harda bir tək adamda görürdü, ona bir moizə və hikmətlə yanaşırdı. Baxın Peyğəmbərin həyatına. Məkkədə gizlin təbliğat, mühasirədə, yığdı başına bir dəstə cəmaatı təbliğat elədi. Oradan qoymadılar, Mədiniyə gəldi təbliğata. Taifə getdi, ayaqlarını vurdular, yaradılar, təbliğat elədi. Ömrünün son illərində Məazı Yəmənə göndərir, buyurur, getdin öyrəd onlara, amma sən gələndə daha məni görməyəcəksən. Tapşırıqlar da buyurur. Baxsaz Peyğəmbərin Məaza tövsiyələri internetdə var, tərcümə olunmuş. Buyurur, bəşşir və la tünəffir, yəssir və la tuəssir. Cəmaatla çətin rəftar eləmə, asan rəftar elə. Cəmaatı dinə nifrət elətdirmə, cəmaata sevdir dini. Müsəb ibn Ümeyr, o cavan, Uhud şəhidi, onu Peyğəmbər özü Mədiniyə gəlməmiş göndərdi, get cəmaata Quran öyrət. İlk dəvət, Peyğəmbərin vəzifəsi dəvət olduğu kimi bizə də. Peyğəmbərimiz bir gün dua elədi 3 dəfə. Allahümmə rəhəm xulefai, Allahümmə rəhəm xulefai, Allahümmə rəhəm xulefai. Allah mənim xəlifələrimə rəhm elə. Dedilər, mən haulay. Ya Peyğəmbər, sənin xəlifələrin kimdir? Peyğəmbərimiz buyurdu, məndən sonra mənim dinimin təbliğatçıları mənim xəlifələrimdir, mənim canişinlərimdir. Və yaxud da başqa bir yerdə buyurur, alimlər Peyğəmbərlərin varisləridir. Peyğəmbərin missiyasını davam elətdirirlər, cəmaatı dinə dəvət edən alimlər. Sonra buyurur, alimlər mənim ümmətimin, mənim dinimin sərhədçiləridir. Necə Allah ordumuzu düşmən gülləsindən hifz eləsin. Biz oturmuşuq evimizdə arxayın, ordumuz dayanıb düşməndən sərhəddə qoymur, ölkənin sərhədlərinə biri təcavüz eləsin. Ümmətin alimləri də dinin sərhədçiləridir. Oturub orada qoymur sənin dini əqidəyə bir nəfər yaxın gələ. Ümumiyyətlə dəvət, alimin, qeyri-alimin vəzifəsidir, hərənin öz çərçivəsində. Ailə dəvət elə, qardaşı dəvət elə, bacıyı dəvət elə, qohumu dəvət elə. İkinci, Allah həmin ayədə, Şura 15-də birinci dəvət əmr eləyir. İkinci, vastəqim kəma ümirt, bizə əmirdir. Peyğəmbərə deyilir, bizə də aiddir. Sənə əmr olunduğu kimi istiqamət, məqsəd götür. Məqsədin olsun, hədəfin olsun. Allah hədəf sahiblərinə, məqsədli adamlara bilirsiniz Quranda nə buyurur? Füssilət surəsi 30-cu ayə, bir neçə ayədədir, mən birini qeyd eləmişim. İnnəl-ləzīnə qalu Rabbuna thumma istaqamu tətənəzzəlu aleyhimul mələikə. O şəxslər ki, deyərlər bizim Rəbbimiz Allahdır və həyatda məqsəd götürərlər, öz yollarında möhkəm olarlar, Allah onlara mələk göndərər. Mələk, Peyğəmbərə göndərdiyi kimi onlara mələk gələr və onlar üçün dünyada və axirətdə qorxu olmaz. Hədəfdə, məqsəddə Allah deyib möhkəm dayanan şəxslərə Quran deyir, hüzün, qorxu yoxdur. İbadətdə, nəfslə mübarizədə,
elm öyrənməkdə, din öyrənməkdə, müsibət zamanı bütün sahələrdə möhkəmlik lazımdır. Sürüşməmək, qardaşlar. Çinar ağacı ilə meyvə ağacının bilirsiniz fərqi nədir? Çinar da böyüyür, meyvə ağacı da böyüyür. Çinarın hədəfi və məqsədi yoxdur. Çinar meyvə verməyəcək ki, elə böyüyüm də, indi ola bilər kölgəzat salsın. Amma meyvə ağacı böyüməkdə hədəfi və məqsədi var. Meyvə versin, səmərə versin. İnsan böyüməyə çalışmalıdır ki, yaşadığı cəmiyyətə faydası toxunsun. Ən yaxşı insan bilirsiniz insandır, yaşadığı cəmiyyətdə daha faydalı insanlar ən yaxşı insanlardır. Bəli. Və la təttəbi əhvaəhum. Üçüncü əmr. Ya Peyğəmbər, onların istəklərinə də tabi olma. Sən bu hədəf götürübsən, dəvət edirsən, bir məqsədin var. Gəlib sənə dəvət edəcək, sənə öz nəfslərindən söz deyəcəklər. Qiblə dəyişdi, Yahudilər Peyğəmbərin başını sərkiləmişlər. Bu nətər Peyğəmbərdir, bizim qibləmizə üst tutur. Beytül Müqəddəsə, Qüdsə üst tutur. Allah Peyğəmbəri danlaqdan qurtarmaq üçün əmr elədi. Harada olursan ol, Kəbiyə üzüyü çevir. Kəbiyə üzünü çevirəndən sonra Yahudilər gəldilər Peyğəmbərin yanına. Qaytar qibləni yerinə, day sənə deməyəcəyik. Qaytar qibləni. Peyğəmbərimiz burada, Allah mənə müstəqillik verib. Mən daha bu yoldan dönmərəm. Bunlar çox söz deyəcək. Ya Peyğəmbər, deyilən sözə hədəfindən, məqsədindən şaşma. Gəlirlər, deyirlər, la ilahə illallah demə. Ərəbin ən yaxşı qırmızı tüklü dəvələri sənin olsun. Qızıl, gümüş sənin ayağının altında olacaq. Ərəbin ən yaxşı qızları ilə səni evləndirəcək. Peyğəmbərimiz bunlar azdır. Günəşi sağ əlimə, ayı sol əlimə versəz, mən yenə deyəcəm, la ilahə illallah. Gəlirlər, deyirlər, ya Peyğəmbər, yaxşıya sən deyirsən, mənim Allahımı qəbul edin. Gəl onda, bir il sən bizim Allahlara ibadət elə, bir il biz sənin Allahı. Peyğəmbərimiz buyurdu, ləkum dinikum vəliyyətin. Sizin dininiz sizə, mənim dinim mənə. Dedilər, yaxşı, hacı, Əbəlfəz, mənə də bir həddəmirdə qulaq asın, salavat deyək Muhammed Ali Muhammed. Telefon çıxardan, evin yıxılsın. Peyğəmbərimiz sallallahu aleyhi ve sellem buyurur, gəlirlər, deyirlər, ya Rasulullah, yaxşı deyirsən la ilahə illallah, deyirik, amma bir dənə, bu namaz cəmançətidir, bu namazı bizə demədə, qılmayaq. Peyğəmbərimiz hədəfi var, dedi, la xeyrə fi dinin la salatələ. Namazı olmayan dindən insana xeyr olmaz. Bir dinin ki, namazı yoxdur, o din, Allaha çox şükür, müsəlmanam demək adamı qurtarmaz. Namazsız müsəlman ömründən fayda aparmayacaq. Dördüncü, tez deyim sözümü qurtarım. Qul aməntu bima ənzələllah min kitab. De, ya Peyğəmbər, de o cəmaata, denəm, mən iman gətirmişəm Allah kitabında, bütün kitablarında nazil eləyənlərə, yəni mənim dediklərim həvai nəfsdən deyil, Allahın buyurduğudur. Hətta Quranda gəlməyənləri belə Peyğəmbər buyurubsa, Nəhl surəsi 44-cü ayəsən litübəyyinə linnas. Ya Peyğəmbər, Quranı sənə göndərmişik, sən izah edəsən. Təvaf neçə dənədir deməyəcəyik. Namazın rəkətlərinin sayı neçə dənədir deməyəcəyik. Səndən sonra rəhbər kim olacaq, onun Quranda adını deməyəcəyik. Sən izah eləməlisən. Peyğəmbərin izah verdikləri də, hədisləri də hətta Allahın buyurduqlarıdır. Beşinci, gəldim beşinci, sonuncu Allahın Peyğəmbərə əmrinə. Cəmiyyət bu tapşırıqlarla insan bəxtəvər olar. Mən gəlmişəm sizin aranızda ədalətlə rəftar eləyəm. Peyğəmbər Məkkəni fəth eləyəndən sonra Kəbənin açarı müşriklərdən Osman İbni Təlhənin əlində idi. Peyğəmbərimizdən Məkkəni fəth eləyib, Məkkə Peyğəmbərin əlindədir. Osman İbni Təlhə dedi, Kəbənin açarlarını gətir ver mənə. Dedi, bu bizdə olub da, bizim nəsildə olub, daim. Əmisi Əbbas, Peyğəmbərin əmisi Əbbas dedi, ya Peyğəmbər, daha Məkkəni fəth elədik, bu Kəbənin açarlarını saxlamaq için mənə tapşır, mən sənin əminəm də. Allah Teala ayə göndərdi. Buyurdu, İnnəllaha yə'murukum ən tuəddül əmanətə ilə əhliha. Və izə həkəmtum beynən nas ən təhkumu bil ədl. Nisa surəsi 58-ci ayə. Ya Peyğəmbər, Allah səni
sənə əmr eləyir, əmanəti sahiblərinə qaytar. Elə ki, hökm elədin, hökm eləyəndə də ədalətlə hökm elə. Sən açarları müşrik də olsa, Osman İbn Təlhədən əmanət götürübsən. Əvvəla ona qaytar. Görün, əmanət nədir? Müşrik orada bütə sitayiş eləyəndə idi açar. Sən əmanət kimi götürdün, qaytar sahibinə. İkincisi də, əgər başqasına verməli olsa, elə əmin deyir, mənə ver, olmaz. Ədalətlə hökm elə. Gör, kim daha layiqdir, əmanətdardır, ona ver. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm müşrik də olsa açarları qaytardı Osman İbni Təlhiyə, Şeybə qəbiləsindəndir. Açar dedi, Allahım əmr eləyir, açarları əmanət sahibinə qaytar. Açarları qaytarandan sonra o tayfa döndü müsəlman oldu. Bu günə qədər Kəbənin açarları həmin tayfadadır. Peyğəmbərimiz buyurdu, kim bu açarları sizdən alsa zalimdir. Allah əmr eləyib sizə verim. Ədalətlə əmi istəyir, Peyğəmbər Fatihdir. Əmi istəyir, Peyğəmbərimiz buyurur, yox, qaytarıram sahibinə. Bir açar qaytarmaq müşrikin qəlbini ələ gətirir. Bu günə qədər də açarlar onun içərisində. Əzizlərim, bizim dinimizin tələbi ədalətdir. Baxın, Allah Peyğəmbərindən ədalət tələb edir. Bizim üsul-i-din neçədir? 5. Allahın varlığından sonra bizim dinin üsulunun ikincisi nədir? Ədl. Allahın o biri sifətləri yox. Ədaləti şiə əqidəsi, o biri qardaşlarımız 3 bilir üsulunu, şiə 5 bilir. İkincisi ədalət. Belə ədli qamətis səmavati vələr. Ədalətlə yer göy dayanır. Allahın ədalət sifətinə biz güvənirik. Allah ədalətlidir. Allah zülm eləməz. Allah özü ədalətlidir. Peyğəmbərdən gördünüz, ədalət tələb eləyir. İmam adil olmalıdır. Müctehidin sifətlərin sayanda müctehid ədalətli olmalıdır. İndi baxmayaraq 5-6 dənə göbələk çıxıb müştehid qəbul eləmir. O gün hacı ilə söhbət edəndə hacı gözəl bir misal vurdu. Haqqı boynunda qalmasın, sözü o dedi. Dedi ya ki, bu dünyəvi sahədə orta məktəb var, institut var, sonra akademiya var. Onda orta məktəbi qurtarır. İnstitut oxuyan deyək ki, bu akademiklər lazım deyil. Elə bizim özümüz də oxumağı bacarırıq. Akademiki qəbul edirsən, din sahəsinin akademiki müştehidi qəbul eləmirsən. Müctehidin sifətlərindən də biri deyir, ədalətli olmalıdır. Bizim əqidədə var, bizim 12 imamçıların əqidəsi. Pişnamaz ədalətli olmalıdır. Aşkarda günahın görməməlisən. Başqa məzhəblər ədaləti qəbul eləmirlər. Yəni deyirik, kim olsa iqtida elə. Amma bizim köklü əqidəmiz şükür Allaha. Amma o ədalət ki, dünya bugün ən çox nəyə susuzdur? Ən çox ədalətə susuzdur. Bəşər özü ədalətə dözümü yoxdur. Biz o cəmiyyətik ki, növbədə dayananmırıq. 5 manat verib qabağa bir təhər keçməyi bacaran xalqıq. Ədalətə dözümümüz yoxdur. Allah Təbarək və Teala Nisa surəsi 135-ci ayədə buyurur, ey iman gətirənlər, özünüzün, ayəyə baxın, qutarıram sözümüzü, özünüzün, ata-ananızın ya da yaxın qohumlarınızın əleyhinə belə olsa ədalətdən möhkəm yapışın. Allah və Allah üçün şahidlik edən kəslər olun. Şahiddə biz ədalət tələb olunur. Əgər bir adam fasıq olsa, onun şahidliyi qəbul olunur. Ədalət. Özünüzün və ata-ananızın, övladınızın, yaxınızın əleyhinə də olsa ədalətdən yapışın. Ədalət bizim bayaq dediyim kimi əqidəmizin üsullarındandır. Son bu cümlə ilə qurtardım sözümü. Çox təəssüf ki, dünya ədalətə susuzdur. Dünyanın dörd gözlə gözlədiyi bir məfhum var, o ədalətdir. Dünya ədalətin intizarındadır. Ədalət isə Həzrəti Məhdinin intizarındadır. Allahın yer üzərində ədalətin gözəl şəkildə nümayiş elətdirən, yaşada bilən Allah Həzrəti İmam-ı Zaman əleyhissalamın zuhurunu təcil eləsin, bizi o zuhura hazır olanlardan qərar versin. Allah dünyada, əgər bugün iqtisadi çatışmamazlıqları varsa da o da ədalətsizlikdəndir. Allah dünyada çatışmayan ədalətlə yer kürəsini doldursun. Bu ilahi vədədir, bir gün ədalətlə
yer küresi dolacak. Peygamberimiz buyurur: "Lev lem yebqa mined-dünya illa yevmun vahid letevvelallahu hadal yevm hatta yahruca min ehli beyti yuvati ismuhu ismi ve kuniyyetuhu kuniyyeti yemla'ul arda qisten ve adla kema muliyet zavran ve zulma." Dünyanın ömrü qurtara bircə gün qala Allah o günü o qədər uzadacaq. Mənim əhl-i beytimdən bir şəxs çıxacaq, adı mənim adımdandır, küniyyəsi mənim küniyyəmdəndir. O yer kürəsi ədalətsizliklə, zülmlə dolduğu halda yer kürəsini ədalətlə və bərabərliklə dolduracaq. Allah həmin şəxsi tezləşdirsin gəlişin, həmin günü bu günahkar ömrümüzdə görməmiş bizi dünyadan aparmasın. Bismillahirrahmanirrahim. Qul huvallahu ahad, Allahus samad, lem yelid ve lem yulad ve lem yekul lehu kufuven ahad. Sadakallahul aliyyul azim.